Azerbaycan Dışişleri Bakanı Ceyhun Bayramov, Karabağ Savaşı'nda ve sonrasında hiçbir ülke Azerbaycan'a Türkiye gibi destek vermedi dedi. Ermenistan'la normalleşme süreciyle Filistin-İsrail barış arayışlarına da değindi Bayramov. Filistin meselesinin İslam dünyası için önemine değindi. Devlet olma hakkı vardır, destekliyoruz dedi. Azerbaycan Dışişleri Bakanı Bayramov'un açıklamaları ekranda. Azerbaycan Dışişleri Bakanı Ceyhun Bayramov, ülkesinin dış politikasında 2025 yılında yaşanan gelişmeleri değerlendirdi. Türkiye ile ilişkileri benzersiz olarak nitelendirdi. Ermenistan'la normalleşme sürecinde tam koordinasyonun sürdüğünü kaydetti. Türkiye Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək tamamilə fərqli və unikal olub. Heç bir başqa digər dövlət dünyada Türkiyə qədər Azərbaycana yaxın olmayıb və belə bir dəstək olmayıb və bu mövzu ilə bağlı tam koordinasiyalı fəaliyyət həyata keçirilib və bu koordinasiyalı fəaliyyət çox yaxşı nəticələr verməkdədir. Türk Devletleri Teşkilatı içerisinde Türkiye'nin rolünü vurgulayan Bayramov, her geçen yıl üye ülkeler arasındaki işbirliğinin genişleyeceğini kaydetti. Burada təbii ki, mən ilk növbədə qardaş Türkiyəni qeyd etmək istərdim. Bu, Türk Dövlətləri Təşkilatının aparıcı dövlətidir. Türkiyənin artan nüfuzu qlobal, beynəlxalq miqyasda. Biz hər növbəti ildə burada bu əməkdaşlığın daha intensiv və daha geniş olmasına şahidi olacağıq. Bayramov, Filistin-İsrail çatışması ve Rusya-Ukrayna savaşına ilişkin Azerbaycan'ın tutumuna da değindi. Filistin meselesi İslam dünyası için hassas bir konudur. Devlet olma hakkını her zaman destekledik dedi. Azərbaycanın hər zaman Fələstinin öz dövlətini əldə etmək hüququnu tanıması, bunu dəstəkləməsi, iki dövlət prinsipini dəstəkləməsi yanaşmasından çıxış edib. Azərbaycan-İsrail münasibətləri heç bir formada o anlama gəlməyib ki, Azərbaycan burada beynəlxalq hüquqa olan yanaşmasından hardasa geri çəkilir və yaxud da ki, mövqeyini dəyişir.